Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün Alexlə Rakini həkim aparırıq. Rakinin ilk həkim günüdür. İlk həkim vloqudur. Ümumiyyətlə ilk həkim vloqumuzdur. Amma Raki ilk dəfə həkimə gedir. Gözlərim dumandır. Həkimimizə o qədər inanırıq, o qədər güvənirik ki, bizim həkimimiz belə pis çıxmasın, Şamaxıda da olsa gecik onun yanına. Azərbaycanda belə 3-4 dənə işinin əhli, belə deyək, veterinar varsa, biri yəni 100% Zöhrə doktordur. Həm heyvanlarla davranış qabiliyyəti olsun, həm belə də savadı olsun, biliyi olsun, super də super, mükəmməl. Mütləq şəkildə, əgər ev heyvanı sahibisinizsə, bunun mütəmadi olaraq baxımlarını elətdirməyə məcbursunuz. Amma solda Zero Vet. Waze-də, Uber-də, Bolt-da, bütün tətbiqlərin hamısında çıxır. Könül rahatlığı ilə Zero Vet-ə gələ bilərsiniz. Hoş buna, bu birine bak. Con. Gəlmişik Zöhrə doktorun yanındayıq. Zero Vet'dəyik. Hara gəlmişsən Ayraq? Xəbərin yoxdur ya hərdə sən. Diyeyim, oğlan gelmişti kızcık. Bugün Rocky gelmişti bize ama biz onu Lucky elədik çünkü oğlan bilirlər kız çıktı. Bugün ilk peyvəndimizi vururuq. Şap. Xeyirli olsun. İnşallah həmişə sağlam olsun. 3 həftə sonra bunun ikinci dozasını təkrar edəcəyik. Hazırda karantin başlayır 6 həftə. Karantində olmalıdır, evdə qalır. Başqa heyvanla təmas eləmir. Vəsə 3 həftə sonra təkrar görüşəcəyik. Heç mutku da çıkmadı. Pis belədir. Mustanım, yaxşı qorxma. Ne olub sənə? Bir şey ağıllısan. Sən demə, Raki yox, Lucky imiş. Adın risk dəyişdik. Adını qoyduq Lucky. Halsızlıq falan ola bilər. İlk peyvəndidir. Ümumiyyətlə peyvənddən sonra halsızlıq ola bilər də. Belə. Amma könlümüz, ürəyimiz rahat. Qayıdırıq evimizə, eşiyimizə. Sağ olun. Salamat qalın.